hörmətli tədbir iştirakçıları, bugün bizim muzeyimizdə belki de 3 kat bir bayram qeyd edirik. Bir tərəfdən bilirsiniz, bizim müqəddəs Ramazan bayramımızdır. Onunla sizi təbrik edirəm. Bir tərəfdən də çox bizim belki de müqəddəs bayramlarımızdan biri olan 15 iyun Kurtuluş günüdür. Və deyərdim ki, heç də belki de bizim tariximizdə, ümumiyyətlə Azərbaycan tarixində ən şərəfli günlərdən biri olan 26 iyun ordu günümüz. Bu bayramları bugün qeyd etmək istəyirik və sizinlə birlikdə icazə versəydiniz, həmin bayramlar haqqında bizim bilirsiniz ki, çox gözəl çıxışçılarımız var. Xoş gəlmişsiniz siz də. O çıxışçılarımız da bunlar haqqında danışacaqlar. Ancaq bir şeyi də qeyd etmək istəyirəm ki, belki de çoxları unudub, 15 iyun bizim muzeyimizin de bayramıdır. Çünkü məhz 1920-ci ildə 15 iyunda bizim muzeyin, yani o zaman hələ dövlət muzeyidir, ilk muzeydir, Azərbaycanda yaranmış ilk muzeydir. Muzeyin yaranması haqqında sərəncam imzalandı. Yani 98 yıl bundan önce həmçinin Azərbaycanda ilk dövlət muzeyi yaradılır. Ve bilirsiniz ki 2 yıldan sonra biz bu muzeyimizin 100 yaşını qeyd edəcəyik. Ve elbette bu günlerin içerisinde en mühim günlerden biri Kurtuluş günüdür. Kurtuluş günü bilirsiniz biz bu günü 1997 yıldan qeyd edirik. Lakin bu kurtuluşu bize veren məhz Ulu Öndər olub, bu kurtuluşu bizim xalqımıza veren, bizim dövlətimizə veren, dövlətimizin yaradıcısı, müstəqilliyimizin banisi, biz deyərdik Azərbaycan Respublikası müstəqilliyinin banisi məhz Heydər Əliyevdir. Ve 1993-cü ildə onun Bakıya gəlməsiyle bizim belki de o ağır günlerimize son koyulmak məqamı çatır. Ve biz bak bugünkü güne məhz həm o günlerden başlayarak addımlaya bugünkü güne gelip çıkmışız. 26 iyun ordu günü ise bilirsiniz o da bizim en şərəfli, en nəcib tarixlərimizdən biridir. Ve bugün məhz Azərbaycan ordusunun bugün belə bir qüdrətə çatması həmin o günlərdən başlayan o işlərin, həmin o günlərdən başlayan günlərin o deyərdim ki, davamıdır. Və məhz o günlərdə Azərbaycan ordusu o zaman yarananda elə bir dövrdə yaranmışdı ki, necə bizim 90-cı illərdə o ilk müstəqil o ordumuz yarananda necə ağır günlər keçirmişdisə, bax o ağır günlər məhz 20-ci ildə, o daha doğrusu 18-ci ildə 26 iyun ayında yaranmış Azərbaycan ordusuna da xas idi. Çünki bilirsiniz ki, o zaman Azərbaycan çox elə bilginən ki, yəni bilirsiniz tarix təkrarlanır, o daşnaqların və ermənilərin yenə də işğalı başlanmışdı, yenə də soyqırımlar devam edirdi, yenə də bizim ölkəmizə olan ərazi iddiaları hələ o vaxt daha da güclənmişdi. Və ordumuz o zaman sonraki o Türk-Qafqaz İslam ordusu ilə birləşərək çox böyük şücaətlər göstərdi, lakin zaman öz işini gördü. Ve bugün biz artık tamam bir orduya malirik. Elə bir orduya malik ki bir neçə gündən sonra siz onun hatta bilirsiniz ki o geçici olacak, onun təqdimatı olacak, çok güzel o bizim hərbi parad olacak ve onda yəqin ki Azərbaycan ordusunun qüdrətini biz onda daha da artık hiss edəcəyik və lazım olanlara hiss etdirəcəyik. İndi isə icazə verin, mən bizim bu bayramlara həsr olunmuş tədbirimizi açıq elan edin və devam edelim. İcazə verseniz ilk sözü Səbail Yeni Azərbaycan Partiyasının, Səbail rayonu Yeni Azərbaycan Partiyasının sədr müavini Muxtar Məhdi Nağil verir.
Çox təşəkkür edirəm Nalə xanım. Hörmətli dostlar, arzuman dost sevgilərəm, çünki bir neçə dəfə sizinlə görüşmüşük. Mənim üçün də çox xoşdur, İstəbarının təşkilatı olaraq Xüsusilə Azərbaycan Tarix Muzeyinin işçiləri ilə bizim partiya üzvlərlə görüşmək həmişə bizimlə xoş olur. Bu gün də sizinlə yenidən görüşürük. Bayram ərəfəsində biz həmişə burada görüşəndə çox böyük uğurlardan danışırıq. Təbii ki, uğurlar xalqımıza qazanılan uğurlar belə deyərdim ki, çox bir çətinliklər hesabına başa gəlmişdir. Çünki bilirsiniz ki, Azərbaycan xalqı ikinci dəfə müstəqilliyini qazanandan sonra 91-ci ildə Azərbaycan çox böyük bir fəlakətlərə düçar olmuşdur və Azərbaycanda olan gedən proseslər həmin dövrdə Azərbaycanı parçalanmaya doğru aparırdı. Bu da göz qabağındaydı, çünki Azərbaycanı istəməyən xarici qüvvələr, mən deyərdim xarici dövlətlər, müstəqil Azərbaycan dövlətinin yaşamasını, Azərbaycan bir dövlət kimi fəaliyyət göstərməsini heç vaxt arzu eləmirlər. Çünki Azərbaycanın yeraltı sərvətlərinə sahib olmaq istəyən ölkələr keçmişdə də vardı, həmin dövrdə də var, bugün də var. Amma bunların qarşısını almaq üçün qüvvə yoxdur. Azərbaycanda mütəşəkkil bir ordu yoxdur. Azərbaycanda mütəşəkkil bir dövlət yoxdur ki, həmin Azərbaycanı parçalamaq istəyən qüvvələrin qarşısında dursun. Və Azərbaycan daxili, deyək ki, bəzi onlar ki vardı, həmin dövrdə olan dövlət rəhbərləri, həm ayrı-ayrı dəstələr, həm ayrı-ayrı maraqlı insanlar ki, Azərbaycanda rəhbərlər gəlsin. Bunlar ancaq Azərbaycanda o məqsədlə rəhbərlər gəlir ki, yalnız öz maraqlarını ödəmək nöqteyi nəzərdən. Belə bir şəraitdə Azərbaycan demək olar ki, həmin dövrdə ölüm və qalım dilemması qarşısındaydı. Demək olar ki, Azərbaycan, mən həmişə bunu qeyd edirəm, məgər 2 ayda Ulu Öndər Heydər Əliyev hakimiyyətə getişmiş olsaydı, 4 yerə parçalandı. Bunun da artıq xəritəsi çizilmişdi ki, cənubdan Ələşir Münbədovun dəstəsi, qərbdən Suriyyət Hüseynovun dəstəsi, şimaldan Sadvalistlər, daxildə də Mütəllibovun rəhbərliyi altında bir qardaşlıq cəmiyyəti vardı. İstəyir ki, Bakı deyildi qardaşlıq cəmiyyətində bütün rayonlarda olanlar başdan çıxmalıdır. Mən gözümün şahid oldum ki, Nəsirin bazarında məhz Bakılılarla rayonlar arasında bu məsələ üzrə çox ciddi bir dava düşdü və onun da çox şükürlər ki, yaralananlar oldu, ancaq çox şükürlər ki, polis orqanları davanın qarşısını aldı. Yəni, belə bir şəraitdə Azərbaycan parçalanmaq ərəfəsində, yəni müstəqillikdə çox düzdür, müstəqillik qazanmışıq, ancaq müstəqilliyimizi saxlamaq demək olar ki, çox çətin bir vəziyyət, çox çətin, hətta çətindir, demək olar ki, müstəqilliyi də itirirdik. Amma Azərbaycan xalqının o ziyalıları, Azərbaycanın gələcəyini görən insanlar, Azərbaycanı qəlbən sevən insanlar təbii ki, narahatdırlar ki, Azərbaycanı yenidən kiminsə qoyunduğuna salmaq mümkün olmaz. Və bu insanlar fikirləşdilər ki, Azərbaycan bu məziyyətdən çıxada bilən yeganə bir şəxsiyyət varsa, o da Naxçıvanda Ali Məclisin sədri Ulu Öndər Heydər Əliyev. Azərbaycan xalqı Ulu Öndərə müraciət elədi, dəfələrlə bu müraciət oldu və Ulu Öndər də təbii ki, o kişi, o böyük şəxsiyyət, o daha insan orada otur-otur Azərbaycanın vəziyyətini, hansı vəziyyətdə olduğunu hamıdan çox gözəl bilirdi. Və hansı məhrumiyyətlər bütün olduğunu hamıdan çox gözəl bilirdi və bunun qurtarmaq yollarını da hamıdan çox gözəl bilirdi. Və belə bir şəraitdə Azərbaycanın bu çətin şəraitində, o böyük və çətin məsuliyyətin altına girmək hər bir insanın deyirlər ki, qabiliyyəti olub çatan bir işdir. Xalqın belə bir çətin vəziyyətində Ulu Öndər Azərbaycan xalqının yanında oldu. Azərbaycan xalqına deyirlər ki, bütün çağırışlarına səs verdi və yenidən Azərbaycan xalqının rəhbərliyinə qayıtdı. Bu proseslər dəqiqliyi ilə mən sizə demək istəyirəm, çünki vaxt almaq istəyirəm. Yəni, Ulu Öndər Heydər Əliyevin ikinci dəfə hakimiyyətə qayıtması məhz Azərbaycan xalqının, Azərbaycan ziyalılarının, Azərbaycanın gələcəyini xoşbəxt görmək istəyənlərin Heydər Əliyevə olan məhəbbəti və Heydər Əliyevin xalqı olan məhəbbətinin bir təzahürü idi. Heydər Əliyev ikinci dəfə Azərbaycana rəhbərliyə qayıtdı və qayıtdığı dövrdə bilirsiniz ki, artıq Heydər Əliyev Bakıya gələndə Gəncədə qardaş qanı tökülmüşdür. O vəziyyətə çatdırmışlar ki, artıq parçalanma həddindəydi. Heydər Əliyev Gəncəyə səfər etdi, iş növbə, Gəncədə vəziyyəti öyrəndi, gəldi, məclisdə burada məruzə elədi və artıq Azərbaycan xalqını başa saldı ki, ey mənim xalqım, ey millətim, ey dövlət,
bu tür devleti yaşatmak olmayacak. Ölçü parçalanır, ölçü elden gelir. Bütün insanlar, bütün vatandaşlar, bütün halk yalnız birleşmelidir ki bu devleti, bu halkı koruyabilir ve müstakilliğini itirmeyecek. Müdür Azerbaycan halkı hediye bir o böyük dahi insanın diyerdim ki İliz eşyasını, uzak şelalliğini derinden dərk edilər və Heydər yenidən özünə prezident seçki edər, çox böyük çətinliklərlə bu, dedilər, Azərbaycanda baş verən negatif halların qarşısını addım-addım tədricən almağa başladı. Azərbaycanda artıq inkişaf, iqtisadi inkişaf, sosial inkişaf, Azərbaycanın dünyada nüfuzun qalxması, xalqın artıq Heydərə inamının get-gedə güclənməsi və bu bircə tandem xalqı inkafa gətirib çıxartdı. Və Azərbaycanda çox böyük reformalar hərəkət etdi. Deməli, keçmiş SSR-in məkanında ilk dəfə torpaq reforması, torpaq islahatı Heydərənin sərəncamı ilə hərəkət etdi və çox uğurla və bundan sonra Azərbaycanda deməli, kənd təsərrüfatında böyük irəliləyişlər həyata keçirildi. Azərbaycanda Heydərə hakimiyyət içəndə büdcə demək olar ki, cəmi 30 milyon manat pul vardı büdcədə. Gör bir nə vəziyyətlərdir. Yəni, Azərbaycanı idarə eləmək, Azərbaycanı inkişaf etdirmək üçün büdcə də tamamilə boşalmışdır. Yəni, ciddi iqtisadi tədbirlər görülməlidir ki, xalqı bu vəziyyətdən qurtarmaq olur. Daha şəxsində uzaq görənliyi, Azərbaycanda mövcud olan bu başı bozuq dəstələrin tədricən qarşısının alması, Azərbaycanın beynəlxalq aləmdə nüfuzunu bərpa etmək və Azərbaycanı iqtisadi cəhətdən qüdrətləndirmək üçün çox böyük addımlar atıldı. Bunlara da əsasında Azərbaycan iqtisadi cəhətdə güclənməsinin əsasında dururdu 94-cü ildə əsrin kontraktı, neft kontraktları. Bəli, möhtərəm prezidentimiz də son tədbirlərin birində xüsusilə bunu qeyd edir. Əgər əsrin kontraktı olmasaydı, bugünkü iqtisadi inkişafdan danışmaq artıq düzülür. Bəli, əsrin kontraktı artıq Azərbaycanı iqtisadi cəhətdən inkişafına bir təkan verir. Bu kontraktın da imzalanmasına mani olan qüvvələr, xarici qüvvələr çoxdur. Ancaq Heydər Əliyev qüdrəti, Heydər Əliyevin mətanəti, Heydər Əliyevin şəxsiyyəti bu kontraktı imzalandı və kontrakt artıq işləri öz bəhrəsini verdi. Artıq bu gün nəinki əsrin kontraktı, artıq bir çox beynəlxalq əhəmiyyətli kontraktlar, müqavilələr imzalanır ki, sosial olaraq bundan nəticəsi son olaraq ki, artıq bir-iki gün bundan qabaq Türkiyədə, Əski şəhərdə böyük bir qaz kəmərinin, Azərbaycanın Xəzər dənizindən çıxarılan qazı birbaşa Avropa ötürəcək kəmər. Artıq onun birinci fazası istifadə verildi, növbəti fazası da gözlənilir ki, 20-ci ildə istifadə. Bu, Azərbaycanın dünyada ən böyük qazandığı uğurlardır. Yəni, Azərbaycanın dünyada nüfuzundan söhbət edir. Yəni, Azərbaycanın dünyadakı nüfuzu olmasaydı, qüdrəti olmasaydı, iqtisadi qüdrəti olmasaydı, heç vaxt bu kontraktları imzalayır və bu, böyük layihəni həyata keçirə bilməzdir. Bunun da əsasında durur Ulu Öndər Heydər Əliyevin strateji iqtisadi siyasəti. Yəni, o dövrdə Heydər Əliyev bu siyasəti uğurla həyata keçirməsəydi, qoymasaydı, bugün bu siyasəti möhtərəm prezidentimiz İlham Əliyev çox böyük bacarıqla həyata keçirməsəydi, heç vaxt heç bir uğurdan danışmaq olmazdı. Artıq Azərbaycanın uğurları gün-gündən artıq bütün dünya Azərbaycanın uğurlarından danışır. Yəni, qısa bir müddət ərzində Azərbaycan 27 il müstəqil dövlətdir. Əgər 93-cü ilini hesablasaq, əsr müstəqillik 93-dən başlayıb 93-cü il iyun ayının 15-dən. 25 ildir müstəqil dövlətdir. Demək ki, bu dövr ərzində, qısa bir dövr ərzində Azərbaycan hansı səviyyədən hara gəldi çıxdı, bunu artıq sizlər də bilirsiniz, bütün Azərbaycan da xalqı bilir, Azərbaycanın dostları da bilir, bütün dünya da bilir. Yəni, bu qısa bir müddət həm iqtisadi cəhətdə inkişaf edilsə, həm sosial vəziyyətli yaxşılardır, həm Azərbaycanın milli mənəvi dəyərlərini dünya miqyasında qaldırırsan ən yüksək səviyyə, UNESCO səviyyəsində Azərbaycanın milli dəyərlərini göstərərlər ki, bu xalq nəyə qadirdir? Eyni zamanda Azərbaycanı Birləşmiş Millətlər Təşkilatının ən yüksək ölkələrindən biri səviyyəsində çıxarsın. Yəni, Azərbaycan Birləşmiş Millətlər Təşkilatının 15 ölkəsindən biri oldu, Millət Təhlükəsizlik Şurasının. Bu, çox asan məsələ deyildi. Birləşmiş Millətlər Təşkilatının Azərbaycandan da qabaq üzv olan ölkələr vardı. Yəni, o səviyyə gəlib çıxmamışdı. Təhlükəsizlik Şurasının 15 üzvü var, onlardan 5-i daimidir, qalanı qeyri-daimi. Azərbaycan 2 Birləşmiş Millətlər Təşkilatının qeyri-daimi üzvü oldu və bu
mövqedə də çox uğurlu nailiyyətlər əldə edir. Bir sözlə, dəyərli dostlar, mən çox danışa bilərəm, vaxtınızı almaq istəmirəm. Bugün bu bayram ərəfəsində suallar verəcəyimiz biz nədən qurtardıq? Bəli, biz böyük bir fəlakətdən qurtardıq. Müstəqilliyimizi itirməkdən qurtardıq. Hərzimərlikdən qurtardıq. Əgər bu 15 iyun qurtuluş günü olmasaydı, bugün də bu xalq bir-birini qırırdı. Ayrı-ayrı dəstələr, ayrı-ayrı qruplar bugün də. Yəni, mesela da ikinci erməni düşmən lazım, özümüzü qırıb tutaracaq. Artıq bugün Azərbaycan ordusu çox böyük uğurlar əldə edir. Çocuk Mərcanda əldə olan nailiyyətlər göz qapağı. Naxçıvanda günlük çəlicək, o ayranlı nailiyyətlər. Mən əminəm ki, Azərbaycan oldu, qüdrətli Azərbaycan oldu. Yaxın vaxtlarda bizim ən böyük ağrılı yerimiz olan Qarabağda da öz Azərbaycan bayrağını Şuşada, Xankəndidə, digər rayonlarımızda təvazüatdır. Buna Azərbaycan xalqı qadirdir, Azərbaycan ordusu qadirdir, Azərbaycan prezidenti öz qüdrəti ilə, öz bacarığı ilə, öz nüfuzu ilə, öz dəyaləti ilə, xalqa olan məhəbbətlə mən əminəm ki, bütün bu uğurlara bizlə bir yerdə buna nail olacaq. Mən bir daha Ramazan bayramı münasibəti ilə müqəddəs bayramdır, hamımızın müsəlman bayramı və 15 iyun qurtuluş günü münasibətlə 26-sında ordu günü olacaq, bütün xalqımız bunu qeyd edəcək. Bu gün münasibətlə sizin hamınızı birlikdə təbrik edirəm, partiyamız adından, rayon təşkilatı adından. Bugün hörmətli profesör, partiyamızın rayon təşkilatının sədri, millət vəkili Şəmsəddin müəllim üzvü hissəmizə iştirak etmədi. Onun da adından sizin hər birisi bu münasibət təbrik edirəm. Hər birinizə can sağlığı və bayramımız mübarək olsun. Sağ olun. Gənc Vətənpərvərlər Birliyinin sədri Muğan Əliyevə. Çox sağ olun, Qarmana xanım. Hörmətli Tarix Muzeyinin əməkdaşları, dəyərli insanlar, qonaqlar, kütləvi informasiya vasitələrinin nümayəndələri. Bugün həqiqətən çox sevindirici gündür. Bugünkü gün 15-i iyul qurtuluş günüdür. Muhtarların çox uzun qeyd etdiyi, eyni zamanda bizim çox hörmətli akademiyası Nailə xanım geniş ətraflı öz sözünüz kimi bildirdi. Mən də istərdim ki, bugünkü tədbirdə tez şəkildə ümumiyyətlə baş vermiş hadisələr, görünməyən hadisələr, hansı bir vəziyyətdə olmuş Azərbaycan xalqının düşündüyü və irəli çəkdiyi, dediyi fikirləri mən istərdim ki, sizlə görüşür. Və fikrimi onunla demək istərdim ki, həqiqətən Azərbaycan xalqı bəşər tarixində hər bir sahələrdə çox önəmli bir addımlar atır. Kədərli gün olub, sevindirici gün olub. Bu günləri kədərli günümüz odur ki, Azərbaycan xalqı ümumi lideri Heydər Əliyev aramızda yoxdur. Sevindirici gündür ki, müstəqil Azərbaycan dövlətinin banisi, qurucusu, dövlətlər arasında dostluq əlaqəsi yaradan, Azərbaycan xalqını dünya ölkələrində tanıdan və bugünkü gündə Azərbaycancılıq ideologiyasının, konsepsiyasını yayan və deyən və bugün onun dediyi fikirləri, ideologiyasını Azərbaycan hökumətində idarə edənlər və bu günləri uğurla həyata keçirənlər bugün Heydər Əliyevin apardığı siyasətin nəticəsində, onun səviyyə xidmətləri nəticəsində Azərbaycan dövləti sözünü deyir və bugün dövlətlər, bugün Azərbaycan hökuməti ilə belə deyək, diyaloq aparır, eyni zamanda müəyyən fikirlər bölüşür və bütün müxtəlif növlü müəyyən beynəlxalq konferanslar, müəyyən tədbirlər məhz Azərbaycanda keçirilməsi bu Azərbaycanımızın inkişafı, Azərbaycanımızın böyük bir dövlət kimi, böyük bir hökumət olaraq dövlət səviyyəsində sözünü deyən bir millət olaraq mən qiymətləndirirəm və demək istəyərdim ki, həqiqətən Azərbaycan xalqı çox böyük bir xalq olduğuna əlaqədar olaraq biz bundan övünməliyik. Azərbaycançılıq, özünüz bilirsiniz ki, burada tarixi araşdırmalar, mütəxəssisləri var, akademiklər var. Mənlə razılaşa bilərlər ki, həqiqətən Azərbaycan sözünün işlədilməsində biz Azərbaycançılığı bugünkü gündə hansı bir fikirləri səsləndiririksə, bu fikirlərlə milli dəyərlərimizə, əxlaqi dəyərlərimizə hörmətlə, ehtiramla yanaşdırırsa, bu məhz bu dilçiliyi, bu millətin formalaşması, eyni zamanda milli dəyərlərin bütün dünya ölkələrində aşılanması, əxlaqi dəyərlərimizlə bağlı müəyyən müvafiq sərəncamların və tapşırıqların verilməsi məhz Ulu Öndərimizin hakimiyyətdə olan müddətində 2011-ci ildə məhz birinci addım ölkədə milli dəyərlərin aşılanması, milli dəyərlərin yerlərdə qəbul olunması və s. Bugün həqiqətən baxıram Aytoriyada, Aytoriyanın çox hissəsi gənclərdən ibarətdir və mən
üzümü həqiqətən gənclər bugün aparıcı qüvvədir və bugünkü gündə də Azərbaycan gəncliyi öz sözünü deyil, Azərbaycanın daxilində və xaricində, dünya ölkələrində layiqli davamçı olaraq diaspor sözünə gətiriləndirsə, səfərlənmədirsə, bu səfərlənmənin məhz birinci addımının atan və daşıdıcısı deyən bizim ulu öndərimiz olmuşdur ki, ölkə arasında kənarda dərs alanlar, eyni zamanda təhsil alıb Azərbaycana qayıdanlar bu günləri ölkədə çox mühüm işlərdə işləyirlər və Azərbaycanı idarə edirlər. Məhz bu addım, ulu öndərimizin ardığı siyasətdir ki, ölkənin idarəçiliyində, ölkənin müstəqil dövlət görünümündə Heydər Əliyevin həqiqətən huzur görənliyi ansıq bu günləri bariz günlərdir ki, Azərbaycan müstəqil dövlət olaraq öz sözünü deyir. Heydər Əliyevin həqiqətən, mən nəyə görə bu gəncləri sözünü işlətdim ki, Heydər Əliyev Azərbaycan gəncliyə, Heydər Əliyev haqqında müəyyən fikirlər səsləndirsək, Heydər Əliyev açılmayan sandıqdır ki, biz ona gəl açsaq, gəl mən burada 3 saat, 4 saat bu öndə Heydər Əliyev haqqında öz fikrimi bildirəm. Ona görə ki, Heydər Əliyevlə mənim görüşlərim də olub. Eyni zamanda 2003-cü ildə Yeni Azərbaycan namına müdafiə hərəkatında çox hörmətli akademik Akif Əlizadənin dirçiliyinə belə deyək, bu sahələrdə çox çalışmışıq, müəyyən tədbirlərin təşkili və s. Yəni ki, bunu mən deməkdə, xatırlamaqda məqsəd odur ki, ən ağır günlərində həqiqətən mənim haqqım var ki, bu fikirləri səsləndirəm ki, çünki bu yolda olmuşam və fikirlərimi demişəm. Eyni zamanda, çünki Qurtuluş günü ilə bağlı biz əgər məhz bir fikir söyləyirik ki, həqiqətən Qurtuluş gününün, belə deyək, bugünkü gündə Azərbaycanda söz azadlığı, mətbuat azadlığı, eyni zamanda sənəydə, dövlət gənclər siyasətində, idmanda və bir çox sahələrdə və ilahı sahələrdə isbatların aparılması Qurtuluş günündən sonra meydana gəlmiş və bu tədbirlər bəzi sahələrdə pərakəndəliyə son qoymuşdur. Heydər Əliyevin ilk addımı bilirsiniz ki, burada deməli tədbirlər birləşərək olaraq ordu günü və Qurtuluş günündən bağlı biz bunu birləşərək müəyyən fikirləri səsləndirməyə özümə xoş bilirəm ki, dövlət gənclər siyasətinin özünün ən mühüm istiqamətli gənclərin bir yerə araya gəlməsi və eyni zamanda pərakəndəliyə son qoyulması ilə bağlı Gənclər və İdman Naziri yaranması, bildiyiniz kimi 94-cü ildə 26 iyul tarixində ilk cənab prezidentimiz, mən ona görə deyirəm, o bizim həmişə daxili duyğumuzdur, daxilimizdə yaşayır və biz ona hörmətlə, ehtiramla yanaşmaqla bağlı ulu öndərimizin ilk sərəncamı Gənclər və İdman Naziri yaranması, pərakəndəliyə son qoyulması və gənclərin bir araya gəlməsi, gənclər təşkilatların bir araya gəlib Azərbaycan Respublikası Gənclər Təşkilatlarının Milli Şurasının yaradılması məhz bugünkü gündə həmən o təşkilatlar ki, dünya ölkələrdə sözü deyil və mən deyərdim ki, Heydər Əliyevin ilk addımı da dövlət gənclər siyasətinə verdiyi siyasət, verdiyi qiymət, dəyər və bugün də Azərbaycan gəncliyi sözünü deyil. Çünki bugünkü gündə əgər biz gənclər siyasətindən həqiqətən söhbət ediriksə, idmandan söhbət ediriksə, bilirsiniz ki, ulu öndərimizin idman siyasətinə verdiyi qiymət və Azərbaycanda pərakəndəlik şəkildə idman klubları, idman federasiyaları hansısa bir Sereksdən çıxmış bir kağızla, hansısa bir səlahiyyətli nümayəndə olaraq Azərbaycanda fəaliyyət göstərən həmən o şəxslər, çünki o illərdə mən Gənclər İdman Nazirində işləyirdim və bir çox tədbirləri məqsədə 95-də Muxtar müəllimlə bir yerdə çox sayılı biz tədbirləri həyata keçirmişik ki, neçə illər keçirdi ki, Muxtar müəllimlə biz deyək ki, bir yerdə müxtəlif tədbirlərdə həyata keçirilməsində söz deyirik və s. Yəni bir ilk sözü demirəm ki, yəni bu ən o çətin, ən ağır illərdə müəyyən o yürüyüşlərin keçirilməsi, müəyyən şüarlarla çıxış etməsi, həm en sayılı hərbi hissələrdə, həm Azərbaycanda əgər sosial şəbəkələrdə girsəniz Gənc Vətənpərvərlər Birliyinin fəaliyyət və onun istiqamətlərinə baxsanız, bilərsiniz ki, ən o çətin dəqiqələrdə 93-cü ildən və bugünə kimi xalq hazıra kimi sözünü deyir və həqiqətən də Heydər Əliyev ideologiyası, Heydər Əliyev konsepsiyası və milli dəyərlər, eyni zamanda ordu quruculuğu və bugünkü gündə fiziki, psixoloji hazırlıq, mərdlik, cəsarətli, təşəbbüskarlıq, özünə inan və bu sayədə işlərin aparılması və müxtəlif layihələrin həyata keçirilməsi məhz Heydər Əliyevin apardığı siyasət və seçdiyi istiqamət əsasında biz bunu həyata keçirdik. Və nəzərinizə çatdırmaq istəyirəm ki, Heydər Əliyevin ilk bilirsiniz ki, hər il olduğu kimi büyük gənclərimiz sevilir və ilk bilirsiniz ki, 2007-ci ildə Gənclər Günü hər il 2 fevral tarixində Gənclər Günü qeyd edilir. Və bu tarix müzeyində də Gənclər Günü çox təntənəli sürətdə qeyd edilir. Nailə xanım həqiqətən gənclər siyasətinə çox dəyər verir və bu tədbirlərin keçirilməsinin, ifadədə olaraq keçirilməsinin həqiqətən Gənc Vətənpərvərlər Birliyi olaraq qiymətləndirir, dəyərləndirir və lazım olan yerlərdə də öz fikrini, öz sözünü deyir.
Ancaq məhz bugünkü gündə bilirsiniz ki, Azərbaycanda gənclərin o pərakəndlərə son qoyulmasında və ilk addımın Gənclər Forumunun keçirilməsində Ulu Öndərimizin o atdığı addım məhz özünüz bilirsiniz ki, bu Respublika Sarayında gənclərin bir araya gəlməsi və Gənclər Forumunun keçirilməsi o vaxt Məhman Nazirində işləyirdik, mənə də söz vermişdilər və həmən o sahədə Heydər Əliyevə tutulmuş o proqram kənara qoyuldu və Ulu Öndərimiz gənclərin öz sözünü eşitməyə və hər bir gəncə söz verib, onların fikrini dinləməyə qadir olur. Heydər Əliyevin uzaq görülməsi, uzaq görənliyi və gənclər siyasətinə, gənclərə verdiyi qiymət məhz 96-cı ildə ilk addım attı və gənclər öz azad sözünü dedi. Bu deməkdə, yəni ki, bu günləri Ulu Öndərimizin sərgə xidmətləri hər il biz keçdiyimiz Dünya Azərbaycanlar Həmrəylik günüdür. Dünya Azərbaycanlı Həmrəylik gününü bilirsiniz ki, 2001-ci ildə Heydər Əliyev tərəfindən atıldı və Heydər Əliyev Dünya Azərbaycanlıların bir araya gəlməsi, bir araya gələrək Azərbaycanda ilk qurultayın keçirilməsi məhz Heydər Əliyev təşəbbüs edərək keçirildi. O vaxtlar mən idarə heyətinin üzvü seçildim və bunu hökmən deməliyəm və o ilk, belə deyək, o fikirlərin deyilməsinə də mən nail oldum ki, birinci dəfə Dünya Azərbaycanlıların qurultayında və müəyyən bir şəkildə də mənim öz fikirlərimi səsləndirib və öz fikirlərimi dedim ki, həqiqətən bu atılmış addım dünya birliyində, belə deyək, Azərbaycanın inteqrasiya olunmasının ilk addımıdır ki, Azərbaycanın bir araya gəlməsi və diasporun yaradılması və eyni zamanda MDB dövlətlərdən və xarici dövlətlərdə səlahiyyətli nümayəndələr olub, Azərbaycan həqiqətlərinin dünya ictimai çatdırılmasına məhz Heydər Əliyevin atdığı addım və bir günləri həqiqətən uğurla davam etdirir və bizi sevindirir və bu sayədə də həqiqətən biz uğurlu addımlara dəstək verərək bu sayədə işlərimizi aparmalıyıq. Heydər Əliyevin belə deyək ki, müəyyən siyasəti, müəyyən belə deyək, addımı və ya təkrar olundu. Həqiqətən Heydər Əliyevin Azərbaycana gəlişi və 9 iyul tarixində ilk dəfə Gəncə qiyamı və bu həqiqətən bu hər zaman həmin televiziya vasitəsilə, həm kütləvi informasiya vasitəsilə bütün Azərbaycan gəncliyi haqqında məlumatı var ki, Azərbaycanda baş vermiş o xaoslar, təqabatlıq, Bakı şəhərinə çıxmaq çox çətin bir vəziyyət yaranmış. Hələ bir avtomatla, hələ bir, belə deyək, hansısa bir hökmanlıqla Bakı şəhərinə çıxaraq müəyyən səs-küy yaradan və bizim analarımıza, bacılarımıza psixoloji tərəfdən təsir göstərən bizim, belə deyək, ailə üzvlərini şəhərə çıxmağa mən deyərdim qorxu içərisindəyim. Ulu Öndərin ilk addımı birinci növbədə inzibati sahədə əl atması və Azərbaycanın ikinci qayıdışında və ya çox təkrarlanmaya mən yol vermək istəməzdim. Azərbaycanda ilk inzibati sahədə ilk tədbirlərin atılması, müəyyən mühafizə sisteminin, eyni zamanda milli təhlükəsizlik sisteminin formalaşması və yeni müəyyən milli kadrların yerləşdirməsi və Azərbaycan xalqının təhlükəsizliyi, milli təhlükəsizliyi təmin etməklə bağlı bu fikirlərin səsdirilməsi və böyük bir qurumun yaradılmasına nail oldu ki, Milli Təhlükəsizlik Nazirliyinin yaranması və peşəkar zabitlərin Milli Təhlükəsizlik Nazirliyində olması və Azərbaycan xalqının belə təhlükəsini təmin etməklə bağlı müvafiq tapşırıqlar və s. olması həqiqətən bu bariz nümunədir ki, o sahələrdə müəyyən işlər aparıldı və Daxili İşlər Nazirliyinin formalaşması eyni zamanda ən, belə deyək, bugünkü gündə bizim ordu quruculuğumuzla və bu gün elə bir möhtəşəm, belə bir tədbirə hazırlaşırıq ki, 100 illi ilə bağlı 26 il tarixində özünüz bilirsiniz ki, meydanda keçirən parad da ki, öz sözünü deyəcək və bizim müasir tərəflərə cavab verən, beynəlxalq standarda, ordu quruculuğuna standarda cavab verən, müəyyən silahla təsis olunması və Azərbaycanda olan o silahların nümayiş etdirilməsi və sizlərin də orada iştirakı və bizlərin iştirakı həqiqətən çox sevinməliyik ki, müstəqil Azərbaycan ordusunun peşəkar zabitləri, gözəl ordusu və nizami ordusu var. Ancaq mən deyərdim ki, tarixə nəzər salsaq, o vaxtlar Azərbaycanın işğal altında oturma zaman getməsi, peşəkar zabitlərimizin olmaması, sərəştəsi olmayan insanların hansısa bir Müdafiə Nazirliyində rəhbəri etməsi və bunların Rəhim Qaziyev kimlərin və Leyla Yunusov kimlərin mətbuat xidmətinin rəhbəri olaraq Azərbaycan fəaliyyətlərini bütün qonşu dövlətlərə, ermənilərə, eyni zamanda müəyyən agentura sahəsində işləyən insanlara çatdırılması məktəbi günləri torpaqların işğal olmasına gətirib çatmışdır. Bunu hamımız bilirik və eyni zamanda Azərbaycan tarixi təkrarlanaraq Azərbaycan həqiqətlərini biz dünya ictimaiyyətinə çatdırmaqla bütün gəç nəsil vaxtında bilməlidir. Bu günləri həqiqətən Azərbaycanımızın inkişafı, Azərbaycanımızın rifahı, tərəqqisi hamımızın tərəqqisi olmalıdır. Bugünkü gündə Azərbaycanın inkişafı ilə bağlı hər bir sahədə, təhsildə və keçirilən tədbirlər bizi sevindirir ki,
bizim müstəqil Azərbaycan dövlətində gör nə qədər sabitlik Bakı şəhərində olduğunu əlaqədar olaraq Avropa ölkələri Azərbaycanı üstü. Bu pisdir demək. Bu artıq Azərbaycanın inkişafı, Azərbaycanın sabitliyini, Azərbaycanın dövlətçiliyini, Azərbaycanın dünya ölkələrində dostluq əlaqələrinin yaranmasının bir bariz nümunəsidir. Heydər Əliyevin bir gözəl bir kəlmələri var idi ki, yəni ki, bu günləri elə bilməklə ki, səni görürlər, səni gölgəli görənlər var. Gölgəli görürlərsə, hər bir sahədə önəmli, hər bir sahədə öz fikrini bildirməyə və fikirləşib, dürüst, səliz öz fikrini bildirməlisən ki, xalqı təmsil etməklə yanaşı, xalqın adından və xalqın inkişafından danışmaq lazım gərəkdir. Ancaq bugünkü gündə biz həqiqətən Heydər Əliyevin lazım olan kəlmələrini, müəyyən fikirlərini səslənəndə onun bir gözəl sözü də var idi ki, vətəndaş cəmiyyətinin qurulmasında dostluq əlaqələrinin yaradılması. Bu günləri həqiqətən ulu öndərimizin bugünkü gündə inkişaf etməsi Azərbaycanın inkişafında və dünya ölkələrində böyük bir dostluq əlaqələrinin yaradılmasında Heydər Əliyev vətəndaş cəmiyyətinin qurulmasında dostluq əlaqələri bu gün də davam etdirir və həqiqətən də onun başa çatdırmaması, başa çatdırmayan siyasətini və bunun davamçısı, bir günə layiqli davamçısı İlham Əliyevin uğurla aparılması həqiqətən bizi sevindirir ki, dünya ölkələrlə çox dostluq əlaqəsi yaratmış və bu gün yaratmaqda olduğuna bağlı bir günləri müxtəlif böyük bir sənaye yönlü layihələrlə keçirilməsi bariz nümunədir ki, son hadisə Türkiyədə keçirilən və Türkiyədə o tədbirin olması və bu neft kontraktla bağlı yenidən bağlanması və yeni 30 ildə bu neft kontraktının bağlanması və bu artıq Azərbaycanımızın çiçəklənməsi, Azərbaycanın inkişafı, Azərbaycanın dünya ölkələrinin tanıtmasının bir bariz nümunəsi oldu ki, biz həqiqətən bunu sevilməli, övülməli və bu haqda öz fikrimizi bildirməliyik. Və bugün həqiqətən ordu ilə və Qurtuluş Günü ilə bağlı qısa da olsa biz tarixi xüsus etdik və Heydər Əliyev haqqında müəyyən fikirlərimizi bildirdik ki, bu günləri həqiqətən Heydər Əliyev ona görə biz qiymətləndirilməliyik ki, Heydər Əliyev 69-cu ildən Azərbaycan hökuməti Komünist Partiyasına gəlişindən sonra birinci növbədə Azərbaycanda təhsilə yox önəm verir. Azərbaycan tarixini önəm verir. Azərbaycan tarixinin yeni ensiklopediyasının yazılmasına nail olmaqla bağlı tarixin üstünə müəyyən tapşırıqlar verdik. Bu günləri gördüyümüz, bu günləri həqiqətən Azərbaycan gəncləri yeniyetmələri bu tarix muzeyinə gəlişində Azərbaycanın tarixi qəhrəmanlarını, Azərbaycanın belə deyək, milli qəhrəmanlarını, Azərbaycan tarixində belə deyək, səsi qoyan və önəmli qoyan və hər bir sahədə önəmli qrup insanlar olanı bu tarix muzeyində biz gəlib tanış olduq. Və bugünkü gündə bu tarix muzeyinin belə bir gözəl sahədə saxlanması və quruculuq, mən deyərdim ki, abadlıq işlərinin aparılması ilə yanaşı belə bir gözəl bir məkanın yaradılmasında səy və xidmətləri olan Nailə xanımı mən hökmən çox qiymətləndirməli və deməliyəm ki, həqiqətən bütün Azərbaycan gəncliyi eyni zamanda ümumi təhsil, orta ixtisas və ali təhsil müəssisələrin bütün şagirdləri, tələbələri bu tarix muzeyinə gəlirsə, müəyyən qidalanırsa, hansısa bir də bələdçilər tarixi köklərə sökənərək tarixi Azərbaycan tarixinin yaranmasından və lazım olan belə deyək, tarixi sənədlərin göstərilməsi bu günləri bu artıq biz bununla övünməli və qiymətləndirməliyik və keçən dəfə də mən çox hörmətli akademikimiz, çox hörmətli Akif Əlizadə Akif müəllimə öz kimi bildirir və dünənlərdə də biz elə Nailə xanımla biz bir yerdəydik ki, Nazarbayevin Həyat Yolu kitabının təqdimat mərasimində biz iştirak edirdik, Akif müəllim də oradaydı və qısa da bir yol üstündə bir söhbət elədik ki, fikirlər, tədbirlər və s. Yəni ki, deməkdə əsas mənim məqsədim, vəzifəm ondan ibarətdir ki, biz gördüyümüzü deməliyik. Hansısa bir boğazdan yuxarı danışmaq mən qəti həmişə tərəfdar olmamışam. Çünki Azərbaycan belə deyək, dövlətçiliyində, Gənclər İdman Nazirliyində işlədiyi müddətdən və xalq hazırda işləyənə kimi hansı milli ideologiyana, gənclər siyasəti ilə məşğul olan bir insan kimi yəni mən gördüyümü deyirəm və bugünkü gündə də gördüyüm ondan ibarətdir ki, həqiqətən tarix muzeyinin bütün əməkdaşları bizim müxtəlif növdə keçirilən tədbirlərdə çox fəal iştirak edir. Nailə xanım, Pərvanə xanımdır, Vüqardır və digərləri mən adlarını çəkə bilərəm ki, bu şəxslər həqiqətən dövlətə, dövlətçiliyimizə könüllü demokratik idarə etmə prinsipi əsasında xidmət etməklərini özə verirlər və edirlər. Biz bunları çox belə deyək ki, qiymətləndirməliyik və onlara yer verməliyik ki, bir günləri Azərbaycan gəncliyini hansısa bir sahədə yönəldi, ona hansısa bir diqqət yetirməyimiz, mən deyərdim ki, dövlətimizin ən inkişaf edəsindən biri ibarət olmalı. Və bir gündə biz bunu etməliyik və edirik və sözümün sonunda mən bəyət təkrar elədim ki, çox-çox mən tədbirlərdə oluram. Xanım Əliyev gözəl söz deyir, Muxtar deyir ki, Muğan müəllimə reqlam yoxdur, çünki o Muğan Əliyevdir, Muğammət Əliyevdir, Muğan Qaramanlıdır.
Yəni biz qaçaq nəsiliyik və qaçaq nəsili olduğumuzla bağlı bu Qaramanlı Qanboy ağa ilə bağlı. Mən onun nəvəsiyəm. Mən deməliyəm ki, Azərbaycan Xalq Cumhuriyyətində o belə deyək 18-ci ildən 33-cü ilə kimi Şura hökumətinə qarşı döyüşən, vuruşan Nalə xanım onu çox yaxşı bilir. Keçən dəfə də Yaqub xanım onu çox belə səsləndirdi. Yəni ki, bu günləri biz görmüşük ki, Azərbaycan müstəqil dövləti biz babalardan nələrdən eşitmişik, azadlığı onlardan eşitmişik. Eyni zamanda zaman-zaman bizə təsir göstərən qonşu dövlət dost deyərək ermənilərin bizə qarşı göstərdiyi o fəlakətləri, o cəzaları, atdığı addımları biz nənələrimizdən, babalarımızdan eşitmişik. Şəxsən mən eşitmişəm. Mənim nənəm 90-cı ildə, 89-cu ildə Gönçə xanım, deməli, böyük bir şəxsiyyət qızı olaraq mən ondan Azərbaycandan hansısa bir tələbəçi ilə soruşanda deyil, ürəyim doludur, ancaq indi deyə bilmərəm. Halbuki ki, azadlığa qovuşacağıq, biz müstəqil Azərbaycan dövləti olanda bizim repressiya olmuş qurbanlarımız haqqında mən çıxış fikrinizi deyərəm. Çünki ona nəsib olmadı. Ancaq bu günləri mən nəyə görə deyirəm? Çünki Nalə xanım bugünkü gündə həmin müzeyin yaradılması 20-ci ələ nəzər atdı. Eyni zamanda bugünkü gündə bugün Azərbaycanın cənab prezidentimizin verdiyi Cumhuriyyət, Azərbaycan Xalq Cumhuriyyət ilidir və bu illə də bağlı mən hansısa bir tarixi təsərrüfatla bağlı hansısa bir müəyyən fikirlərlə mən görüşməliyəm və deyilməliyəm ki, həqiqətən Azərbaycan müstəqil uğrunda, Azərbaycan azadlığı uğrunda bizim böyük bir tarixi şəxsiyyətlərimiz var. Aramızda yoxdur, rəhmətə gedib Allah onlara rəhmət eləsin. Amma bu günləri müstəqil Azərbaycan dövləti yaşayacaq. Bu günləri bizim ən əsası zəfər yolumuz Heydər Əliyev yoludur. Bu günləri bizim gözəl yolumuz, bizim inkişaf yolumuz İlham Əliyev yoludur. Yəni İlham Əliyevdən irəli doğru irəliyəyiz. Eşq olsun Azərbaycan xalqına, eşq olsun bizim Azərbaycanın azadlıq qüvvələrinə, eşq olsun Azərbaycanın vətənpərvər oğullarına. Çox sağ olun. Çıxış üçün söz verilir Milli Azərbaycan Tarix Muzeyinin Arxeologiya Elmi Fond Şöbəsinin müdürü, muzeyin TAP Azərbaycan Tarix Şərqi Ərazi Təşkilatının sədr müavini, tarix üzrə fəlsəfə doktoru Nasir Quruzadəyə. Buyurun Nasir. Mən də fürsətdən istifadə tüm qonaqlarımızı, hörmətli Nalə xanım, möhtərəm qonaqlar, əziz həmkarlar, hamısı salamlayıram. Qarşına gələn bayramlar münasibəti edən sizi ürəkdən təbrik edirəm. İlk təbrikim mənim daha çox təkrarsı olmasın deyə mən öncə çıxış edən artıqları təkrarlamamaq üçün diqqətinizi daha çox ordu qurucuna sizə yönətmək istəyirəm. Bildiyiniz kimi, Ulu Öndərin bir sözü var. Ordu millətimizin, dövlətimizin, müstəqillimizin dayağıdır. Bu baxımdan ordu quruculuğuna önəm verilməsi bizim hər bir vətəndaşın ümdə borcudur. Belə deyək ki, ordu quruculuğu heç də rəvan bir proses keçmirdi. Burada əyləşən əksəriyyəti tarixçilərdir, başda akademik Nalə xanım olmaqla. Çox gözəl bilirlər ki, tarixi proseslər özlərinin dinamikası var, məzmun və forması var. O cümlədən də Azərbaycanda silahlı qüvvələrin yaradılması, milli ordu quruculuğu özünə məxsus bir yol keçmişdir. Bu yol yüksəlişlərlə, inişlərlə, inkişafla, dayanmalarla səcillənir. Ancaq mən özüm, bu əlbəttə ki, mənim subyektiv fikrimdir, bu və digər prosesdə, xüsusilə də ordu quruculuğunda, xüsusilə mən bunu kullanmasam, əsas məqam birinci ənənə və növlərin özəyin olmasıdır. İkinci, siyasi iradənin mövcud olmasıdır. Və üçüncüsü isə davamlı və belə deyək, müdrik, uzaq görən və dəqiq siyasətin aparılmasıdır. Bax, bu üç amil, bax, bu üç vacib məqam bizdə bu 100 il ərzində ordu quruculuğunun, belə deyək ki, bu günlər pik həddindən çatmasını şərtləndirmişdir. İlk öncə, əgər tarixdən bir söz düşmüşsən, biz qeyd edək ki, üzrlüyü əgər biz qeyd ediriksə, Azərbaycanda milli ordunun və yaxud da Azərbaycan silahlı qüvvələrinin yaradılması öz başlanğıcını Cumhuriyyət dövründən başlayır. Yəni, bu hamımız üçün də gün kimi aydındır. Bəyəxlər Nalə xanım da, məndən öncə çıxış edən natiqlər də vurğuladılar ki, bəli, 1918-ci iyun ayının 26-sında Cumhuriyyətin verdiyi sərəncam və qərarla Azərbaycanda milli ordu quruculuğuna start verilmişdir.
Ancaq tarixçilər və digər mütəxəssislər də çox gözəl bilirlər ki, həmin dövr heç də belə deyək ki, asan dövr olmayıbdır, çox ictimai siyasi baxımdan mürəkkəb bir dövr olubdur. Azərbaycan əgər həmin dövrün tarixini vərəqləsək, bir çox biz məsələlərin üstünə getmiş olaraq. Və həmin dövrdə Fətəli xan Xoyskinin rəhbərliyi ilə yaradılmış birinci kabinədə, yəni birinci hökumətdə hərbi nazir Xosrov bəy Sultanovun qərarları bu baxımdan ilk idi. Ancaq ki, yenə deyildim ki, həmin dövrdə baş verən hadisələr tez-tez bu dəyişikliklərə səbəb olmuşdur. Sonraki dövrlərdə artıq bu idarəçilik və bu hərb sahəsinə nəzarət general Səməd və Mehmandarova həvalə edilmişdir. Və həmin deməli məlum qərarla 1918-ci il iyunun 26-sında verilmiş qərarla Azərbaycanda mövcud olan Çar Rusiyasının vəhşi diviziyasının Tatar Suvarı alayından ibarət əsgərləri və Ələvər Şıxlinskinin rəhbərlik etdiyi müsəlman korpusunun əsasında əlahətdə Azərbaycan korpusu yaradılmışdır. Bu korpus 5000 əsgərdən ibarət olsa da, gələcək, yəni növbəti illərdə bu korpusun əsgər sayı artıq 25.000-də çatdırılmışdır. 2 piyada və 1 suvari diviziyasından ibarət olmuşdur. Hətta 1920-ci ildə bu say tərkibinin 40.000-ə çatdırılması düşünülürdü. Lakin əfsər olsun ki, bizim Azərbaycanın şimal qonşusunda baş verən siyasi, ictimai proseslər bizdən də təsirsiz ötüşməmişdir və məlum aprel hadisələri, aprel işğalından sonra Azərbaycanda ordu quruculuğu, silahlı qüvvələrinin yaradılması prosesi dayandırılmışdır və hərbi nazirliklər olaraq o xalq hərbi komissarlığı ilə əvəz edilmişdir. Bir daha bizim Azərbaycan xalqının silaha sarılması, yəni hərb işinə qayıtması artıq 2-ci Dünya müharibəsinin başlaması və yaxud da konkret desək, Böyük Vətən müharibəsinin başlanması dövrünə təsadüf edir. Bildiyimiz kimi, həmin dövrdə Azərbaycanın igid vətən oğulları və qızları 700.000 səfərbərlik olmuş, Azərbaycanın cəbhələrinə göndərilmiş və orada Azərbaycan cəbhələrində 300.000-dən çox oğul və qızları qəhrəmancasına həlak olmuşdur. Və hətta belə sənədlərdən də məlum olur ki, müharibənin ilk illərində, ilk günlərində 4000-dən çox oğul və qızları səfərbərliyə olmaq üçün hərbi komissarlıqlara müraciət etmiş və 41-ci illərin sonlarına kimi Azərbaycanda 187.000 artıq əsgər qulluqçusu, hərbi qulluqçu yaradılmışdır ki, onların da əsasında bir çox diviziyalar, 416, 402, 223, 396, 77 və s. diviziyalar yaradılmışdır. Həmin bu diviziyalar ki, Azərbaycanın, belə deyək ki, o dövrdə biz böyük bir imperiyanın tərkibindəydik, Sovet dövlətinin tərkibindəydik. Həmin bu diviziyalar böyük bir şərəfli yol keçmiş, qəhrəmanlıq şücaətlərə imza atmışdır. Konkret olaraq, misal üçün demək olar, 77-ci diviziya Polşa və Çexoslovakiyanın azad olunmasında, sonra 223-cü diviziya Yugoslaviyanın azad olunmasında, 416-cı diviziya Qafqazdan Berlinə qədər çox böyük şərəfli yol keçmişdir. Artıq müharibənin sonunda Azərbaycanın 123 Sovet İttifaqı qəhrəmanlarının adına layiq görmüş 170.000-dən çox belə deyək, əsgər və qulluqçusu, hərbi qulluqçusu, zabiti müxtəlif medal və ordenlərlə tərtib olunmuşdular. Müharibədən sonra əlbəttə ki, Azərbaycanlılar, yəni ki, bizim soydaşlarımız öz qulluqlarını hərbi sahədə davam etdirmişlər. Lakin bir məqamı, yəni ki, artıq mənlə də razılaşarsınız ki, Sovet rəhbərliyi Azərbaycanlıların Sovet ordu sıralarında xidmətdən bir balaca ögey münasibət bəsləmişdir. Təsadüfə deyək ki, Azərbaycanlılar bir hissəsi, daha çox hissəsi, mən deyərdim ki, inşaat və tikinti təyinatlı hərbi xidmətlərdə iştirak etmiş. Belə deyək ki, onların sanki dolayısıyla əsas hərbi işdən uzaqlaşdırılması bir siyasəti yürüdülmüşdür. Ancaq 1969-cu ildə Ulu Öndərin siyasi iş və siyasi hakimiyyətə gəlişindən sonra mən deyərdim ki, bu
sahədə bir sınma nöqtəsi oldu, bir dönüş nöqtəsi oldu. Yəni, hamı da bilir ki, bu yaxın tarixdən məlumdur ki, artıq Ulu Öndər siyasi hakimiyyətə gəldikdən sonra onun ordu quruculuğu sahəsində ən böyük addımlarından biri Cəmşid bəy Naxçıvanski adına hərbi məktəbin yaradılması idi. Hətta biz həm televiziya filmlərindən, həm onun xatirələrindən bilirik ki, həm də ədəbiyyatlardan da bilirik ki, bu hərbi məktəbin yaradılması heç də asan olmamışdır. Həmin dövrdə Sovet rəhbərliyi çox məsələ ciddi yanaşırdı, həssaslıqla yanaşırdı və bu məktəbin yaradılması üçün süni əngəllər törətməyə çalışırdı. Bakıya bir-birinin ardınca müxtəlif komissiyalar göndərildi. Lakin bütün bunlara baxmayaraq, mən bayaqları təsadüfən demədim, siyasi iradə. Məhz Heydər Əliyevin siyasi iradəsi, onun mahir diplomatiyası, onun belə deyək ki, əzmi sayəsində Azərbaycanda bugünkü hərbi zabitlərin, hərbi qulluqçuların, milli kadrların yetişməsində əsas rolunu oynaya biləcək bir hərbi məktəb olmamışdı, yaradıldı. Mən düzdür, sonraki dövrlərdə Heydər Əliyev ikinci dəfə hakimiyyətə qayıdışından sonra belə bir məqam diqqətimi cəlb edir. Onun deməli 2003-cü il aprel ayının 21-də Respublika Sarayında Cəmşid bəy Naxçıvanskinin yaradılmasının 30-cu il dönümü münasibəti ilə keçirilən təntənəli mərasimdə bir qeydi var, yəni bir fikri var ki, onu mən sizinlə bölüşmək istəyirəm. O qeyd edirdi ki, deməli Cəmşid bəy Naxçıvanski məktəbinin yaradılması mənim həyatımın ən böyük arzularından biridir. Və bu arzuma çatdırma görə mən özümü çox xoşbəxt hesab edirəm. Və həqiqətən də bu sonraki proseslər, tarixi proseslər göstərdi ki, və hətta siz də yaxından izləyirdiniz ki, Ulu Öndər hər deməli, silahlı qüvvələrin deməli, bayramlarında, xüsusilə də Cəmşid bəy Naxçıvanskinin məzunlarında, məzun günlərində həmin məktəbə gedir, yəni ki, orada məzunların buraxılışında yaxından iştirak edəcək. Və ikinci dəfə hakimiyyətə qayıtdıqdan sonra öz məqsədinə, öz hədəflərinə çatmaq üçün o bu istiqamətdə siyasətini davamlı şəkildə yürütməyə başladı. Nə idi bu siyasət? İlk öncə qeyd edək ki, 1994-cü ildə, mən özüm də 1993-97-ci illərdə həqiqi hərbi xidmətdə olmuşam və o dövrdə baş verən, belə deyək, keyfiyyət dəyişikliklərinin öz gözümlə şahidi olmuşam. Həqiqətən də Ulu Öndərin hakimiyyətə gəlişindən sonra orduda qulluğa, hərbi xidmətə münasibət 180 dərəcə dəyişdi. Və o dövrlər kimi, belə deyək, əgər hərbi, əskər, hərbi qulluqçu təlim müddəti çox az idisə, bəzən heç o təlim müddəti də keçirilmirsə, artıq Heydər Əliyev hakimiyyətə gəldikdən sonra təlim müddəti uzadıldı. Yəni, heç bir əskər, heç bir gənc qulluğa gəlmiş əskər təlim keçməmiş onu cəbhə bölgəsinə, ön cəbhəyə göndərilmir. Və bu baxımdan onun 1994-cü ildə hərbi səfərbərliklə bağlı böyük bir müraciəti oldu və xalq onun səsinə səs verərək Füzuli istiqamətində, Füzuli ərazi istiqamətində çox böyük uğurlu əməliyyatları imza atıldı. Lakin Heydər Əliyev özü də çox gözəl başa düşürdü ki, Azərbaycanda mövcud olan, bəzi burada məndən öncə də qeyd olundu, ayrı-ayrı mənafələr, yəni Azərbaycan mənafəyindən kənar digər mənafələrə xidmət edən çoxlu sayda dəstələr var idi, qüvvələr var idi ki, yəni onların varlığı şəraitində qələbələrə davamlı şəkildə aparmaq mümkün deyildi. Ona görə 1994-cü il mayın 12-sində atəşkəs rejimi elan olundu və Azərbaycanın ordu quruculuğunda yeni bir mərhələ başlandı ki, Azərbaycan ordusunun maddi-texniki bazasının yaxşılaşdırılması, şəxsi heyətin psixoloji mənəvi durumunun, onlarda döyüş ruhunun yaxşılaşdırılması istiqamətində konkret addımlar atılmağa başladı. Bu addımların davamı olaraq sonra 1997-ci ildə Ali Hərbi Məktəbi yaradıldı, 1990 Hərbi Akademiya, 2001-ci illərdə isə deməli Hərbi Nazirliyin nəzdində təlim-tədris mərkəzləri yaradıldı. Heydər Əliyevin gördüyü bu işləri davamı artıq hazırda Cənab Prezident, Ali Başkomanda İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Hətta sizə bir faktı da qeyd etmək istəyirəm ki, deməli 2017-ci ildə Stockholm Beynəlxalq Süd Araşdırmaları Mərkəzinin apardığı məlumata əsasən
Azərbaycan 2012-ci ildə öz hərbi büdcəsini, yəni ki, ən yüksək həddə çatdıran ölkələrdən biri olmuşdur. Və uzağa getməklə 2018-ci ildə Azərbaycan bu hərbi büdcəsi 2 milyard 739 milyon manat təşkil edir ki, bu da 1 milyard 611 milyon ABŞ dollarına bərabərdir. Və bu da müqayisə üçün deyək ki, Azərbaycanın hərbi büdcəsi Ermənistanın büdcəsindən 3 dəfə çox artıqdır. Və qeyd edək, hətta belə bir beynəlxalq təşkilat da var ki, Global Firepower təşkilatı da var ki, onun da apardığı sorğulara görə 2017-ci ildə Azərbaycan öz silahlı qüvvələrinə görə 58-ci yerdə qərarlaşıbdır, öz hərbi potensialına görə, öz gücünə görə. Və bu göstəricilər bizə onu deməyə əsas verir ki, birinci, üçüncü tezis kimi doğrudan da aparılan siyasət, uzaq görən siyasət, davamlı siyasət, dəqiq siyasət öz məhsulda, necə deyirlər, öz nəticəsini verir. Və belə deyək, çox da uzağa getməyək, bu yaxın günlərdə Ali Başqanlarla iyun 11-də raket qoşunlarının hərbi hissəsinin açılışında oldu. Ümumiyyətlə, mən deyərdim ki, Ali Başqanlarına elə il olmaz ki, hər hansı bir yeni alınmış hərbi texnikanın alınmasında və ya da hər hansı bir hərbi hissanın açılışında iştirak etməsin. Və bütün bu hərbi texnikaların alınması, müasir tələbələrə cavab verən hərbi texnikaların alınması, hərbi hissələrin açılması, sonra keçirilən təlimlər və yaxud da bu yaxınlarda, indi bu günlərdə baş verəcək hərbi paradlar, bunlar təsadüf deyil və yaxud da bəzi ekspertlərin dediyi ki, bu əzələ nümayişi deyil. Bunların məntiqi nəticəsi də olacaqdır ki, hansı ki, bu 2016-cı aprel döyüşlərində öz məntiqi nəticəsini göstərdi. Bu yaxınlarda, may ayının sonlarında, Naxçıvanda, Şəhər rayonunda baş verən döyüşlər, sonra 11.000 hektar ərazinin düşmən tapdağından azad olunması, bunlar hamısı nəyə göstərisi? Onun göstərisi bu siyasət məqsədyönlü şəkildə aparılır. Və mən inanıram ki, bütün bu baş verən proseslər bizə onu deməyə əsas verir ki, Azərbaycan ordusunun bu günləri başlayan qələbələri sabah üçün də davamlı olacaq və Azərbaycan ordusunun zəfərli qələbələri nəticəsində biz Azərbaycan vətəndaşları 20% torpağı işğal olunmuş Azərbaycanın deyil, vahid və qüdrətli Azərbaycanın vətəndaşları olacaq. İnşallah. Söz verilir Gənc Vətənpərvərlər Birliyinin sədr müavini, 119 saylı məktəbin hərbi müəllimi, Qarabağ qazisi Polkovnik İslam Əzimova. Çox hörmətli tədbir iştirakçıları, Nalə xanım, həminizi mən hamınızı salamlayıram və düşünürəm ki, kifayət qədər tarixçilər Azərbaycan tarixi haqqında, tarixi hadisələr haqqında, ordumuz haqqında, Heydər Əliyevin Azərbaycana gəlişi haqqında danışdılar. Düz Heydər Əliyevin haqqında ümumiyyətlə Azərbaycan tarixi elə bir tarixdir ki, yəni sutkalarla danışsam bitməz. Mən uzun danışmayacağım, qısa olaraq demək istəyirəm ki, bir zabit olaraq, bir hərbisi olaraq və bir qazi olaraq bildirmək istəyirəm ki, Azərbaycan dövlətində də çox böyük bir məna var həmin sözlərdə. Öz əksini tapan bəzi kəlmələr var ki, deyir ki, hüququndan keçən əskər hərə bir qəhrəman aldı. Doğrudan da ən böyük hüquq nədir? Yaşamaq hüququ. Hər bir insan ən böyük hüquq yaşamaq hüququdur. Hər bir zabit əskər, hər bir xidmətinə addım atanda, fədakarlığa başlayanda o hüququndan keçməyə hazır olur, yaşamaq hüququndan keçməyə hazır olur və xalqı üçün, digər insanlar üçün, rahatlıq üçün, onları yaşamaq üçün o canını qurban verməyə hazır olur. Və bir məlumatı xatırlarım, bəlkə də bilənlər bilir, bilməyənlər də bilsinlər. 2018-ci ildə dünya xüsusi təyinatlarının EFES adlı bir yarışması keçirildi. Azərbaycan ordusu xüsusi təyinatları dünyada birinci yeri tutdu. Nəhəc Amerika kimi, Avropa kimi, Almanya kimi, İtaliya kimi
digər dövlətlərin hər birisinin içərisində bu tədbir yəni Türkiyədə keçirildi. Bu yarış Türkiyədə keçirildi. Yəni bu boyda hər dövlətlərin içərisində Azərbaycan ordusu birinci yerə tutur. Bu o deməkdir ki, Azərbaycanın ordusu möhkəm sürətlə inkişaf edir və inkişaf etməkdədir. Azərbaycan ordusu hər an 20% torpaqlarımızı işğaldan azad etməyə hazırdır. Hər birinizdən xahiş edirəm, gəlin Azərbaycan ordusunu almışlayaq. Azərbaycan ordusunu olan diqqət göstərənlərə almışlayaq. Çox sağ olun. Hər birinizin qarşıdan gələn Ramazan bayramımızı və Ordu gün bayramımızı təbrik ediyorum. Sağ olun. İcazənizlə tədbirimizin bədii hissəsini sizə təqdim edirik. Ey Vətən, Elza İbrahimova çıxış edir. Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının doktorantı Rüfət Biriyev. Beşeleri çetirdi, gül çiçeği etirdi, ey vatan, ey vatan. Dağlarına düşen şeytan, çöllerine sen mehtan, doyabil biraz, doyabil. Ey vatan, bir adamdan, bir de senden bu dünyada doyabilmirəm, doyabilmirəm. Ey vatan, tarihlərdə adın olur, ahvilləri nəğmə olur. Ey vətən, sənin gülər məhəbbətin, tükənməzdir sədaqətin. Ey vətən, ey vətən, dağlarına düşen şeytan, çöllerine sen mehtan, doyabilmirəm, doyabilmirəm. Ey vətən.
Haqqınıza aid. Bahçalarda Yasemen evli baş başa Texniki Humanitar Elmlər Liseyi şagirdi Aydan Məmmədli.
istəyirəm. Deməli, bu aydanı təsəvvür edin, 2 sayılı humanitar elmə liseyi Pərvanə Bey ilk altını mən buna gətirdim, bunların hamısını yerləşdirdim ki, burada tədbirdə iştirak eləsin. Bu uşağı hər liseye getmişik. Mən bilmirəm ki, bu uşaq, deməli, 2 sayılı bu liseyin uşağıdır. Arkadaşlar, İslam müəllim burada olanda, mənim xəttimlə. Bu uşağı seçir, bu uşaq gəlir oraya, mən də bunu tərifləyirəm ki, incəsənətə olmalıdır, konservatoriya müəllimlərə, budur. Mənim yadımdan çıxdı ki, bu uşaq 2 sayıda oxuyur. İndi salam deyir, indi yazır. Ona görə sənə teşekkür ederim. Aydan baxımız bütün tədbirlərdə, xüsusilə əsgərlərin qarşısında, hər hissələrdə daim gəlir. Uşaq yaşlarında bu işlə məşğuldur. Rəqsən, vətənpərvər övladlı balamızdır. Gəlin alqışlayalım. Əhməd Cavad, ifa edir Hüseyin Hacıbəyli adına Bakı Musiqi Akademiyasının doktorantı Üffət Siriyev. Azərbaycan şeiri. İfa edir 95 sayılı Ağdam Köşkü Məktəbinin şagirdləri.
Yaxşı yazın. Əziz Azərbaycan, ey gözəl diyar, anamın mehriban qucağı sənsən, gönül tərlanının uçub qonduğu, onun çox sevdiyi budağı sənsən, sənsən düşündüyüm, sənsən andığım, mən bu dünyada arxalandığım, yetər alışdığım, yetər yandığım, şirin qəlbimin sorağı sənsən. Oyatsın könlümü, sözlərim mənim, səndən nicat umur gözlərim mənim, hələ əyilməyib dizlərim mənim, çünki o dizlərin dayağı sənsən. Desən də vurğunam, divanə sanma, mən ki öz oğlunam, biganə sanma, bir şəmsiz, ateşsiz, pərvanə sanma, yandığım odların ocağı sənsən. Qoy bilsin ey vətən bu alçaq yağı, solmaz bağçamızın yaşıl yarpağı, sən Babək yurdusan, Azər torpağı, aslanlar oynağı, yatağı sənsən. Sən mənə anasan, anamdan əziz, sənə məhəbbətim dənizdir, dəniz, ömrümün bir anı keçməsin sənsiz. Ey mənim varlığım, qəlbim, vicdanım, mən sənə qurbanam, Azərbaycanım. Qeyrət var mıdır səndə olmayan, sərvətdən, qüdrətdən yoğrulubmayan, sönməz bir məşəlsən, şərqə nur yayan, qara qızılındır damarda qanım, eşqinlə dolanır Azərbaycanım. Vurulur bir dəfə hüsnünə baxan, göy gölə kəpəzlə bəzəyib yaxan, Füzuli şeirini oxuyanda xan, dünyaya yayılır sözüm, dastanım, sən də ucalırsan Azərbaycanım. Gözəl şəhər, Tofiq Quliyev, ifa edir Rüfət Piriyev. Sen
Vəbşi, belə deyək də, hər bir sahədə istər-istəməz, müəyyən incəsənətdə, istə, muğamda, bütün dünya ölkələrində biz Azərbaycan xalqını tanırıqsa, həqiqətən bir idman sahəsində, bir incəsənət sahəsində mən həqiqətən çox sevindim ki, bugünkü gündə bizim, belə deyək, həm mahnılarımıza, həm yeni, belə deyək, ifaçı kimi bir gənc olaraq, bir gözəl bir mahnıları səsləndirəndə mən istər-istəməz birinci növbədə böyük hissiyata qapılıram. Eyni zamanda sən Azərbaycan musiqasını, Azərbaycanın belə deyək də oxumaqla insana hansısa bir hissiyata qapılmağı bacarırsansa, hərəkəti ilə. Deməli, sən həqiqətən səndə rəyiş var və Azərbaycan gəncliyi yüksək səviyyədə təmsil edirsən. Və incəsənətə, çünki büyük tədbir ilə bir tədbirdir ki, Ulu öndərimizlə bağlıdır, Qurtuluş günlə bağlıdır. Bilirsiniz ki, Heydər Əliyev birinci növbədə ilk grilləsi incəsənətə böyük bir hörmət və ehtiramla yanaşır və incəsənətin inkişafına həmişə böyük bir diqqət yetirir. Və bir gündə bilirsən ki, Respublika Prezidenti tərəfindən nə qədər xalq artistlər, əməkdar artistlər və sizin kimi gəncləri Azərbaycanın kənarında oxumağa nail olur. Ona görə də mən elə istər-istəmən cibimi axtardım, Nailə və gördüm ki, cibində bizim Ulu öndər Heydər Əliyevin Türkiyədə biz bunu belə deyək, sifariş etmişik. Ən belə aparıcı qüvvələrə, Heydər Əliyev ideologiyasını, eyni zamanda onun verdiyi gənclərə dəyərləri, aşılanması. Sən də ki, mən elə başa düşürəm ki, bax bu döş nişanı mən sənə verəcəm burada, bir günləri mötəbər bir yerdə, Tarix Müzeyində. Sən Heydər Əliyevin, belə deyək, gənc olaraq, onun, belə deyək, davamçısı olaraq, həm incəsənətdə, həm istə, mən deyərdim ki, gün ölkələrində təbliğ edəsən. Və orada ilk açılışlarda Heydər Əliyevlə bağlı sükut səsləndirəsən. Yaxşı, ona görə gəlmədən səndir. Bu oldu sənin çox böyük bir layihə. Mən də həm bir gənc olaraq, həm də Yeni Azərbaycan Partiyasının bir üzvü olaraq gerçəkdən çox minnətdaram. Qəşəkdir, yox, Nailə xanım. Heydər Əliyevin şəkili. Çok güzel. Sağ olun. Sağ olun. Özbək rəqsi ifa edir Ayran Məmmədli. Thank you.
İsmail, ifa edir Kamran Rızayev. Bugün həmçinin muzeyimizdə təşkil olunmuş mədəni-ictimai tədbirlərin təşkilində və kütləvi informasiya vasitələrində işıqlandırılmasında fərqlənən təşkilat və şəxslərə muzeyin təşəkkürnamələri təqdim olunacaq. İlk öncə Azərbaycan Milli Elmlər Akademiyasının Milli Azərbaycan Tarix Muzeyində 2018-ci ilin birinci yarısında ictimai tədbirlərin təşkil olunmasında fəal iştirakına görə Gənc Vətənpərvərlər Birliyinin sədri Muğan Əliyev təltif olunur. Sahayat Təşkilatının kuratoru Aysel Nəsibova.
2018-ci ilin birinci yarısında ictimai tədbirlərin təşkil olunmasında fəal iştirakına görə Gənc Vətənpərvərlər Birliyinin sədr müavini Qarabağ qazisi Polkovnik İslam Əzimov təsis olunur. Azərbaycan Milli Elmlər Akademiyasının Milli Azərbaycan Tarix Muzeyi ilə aktiv əməkdaşlığı və Rusiya-Azərbaycan əlaqələrinin təbliğinə görə Rusiya Mədəniyyət və İnformasiya Mərkəzinin Azərbaycandakı nümayəndəliyin rəhbəri Valentin Denisova. Rusiya Mədəniyyət və İnformasiya Mərkəzinin Azərbaycandakı nümayəndəliyin rəhbəri müavini Aleksandr Kalaminə. Rusiya Mədəniyyət və İnformasiya Mərkəzinin İncəsənət barəsində söhbət layihəsinin koordinatoru Cavad Quliyevə. Adı çəkilən bizim əməkdaşlıq edən Rusiya İnformasiya Mərkəzinin rəhbəri və müavini. Bugün onlarda tədbir vardı, Qurtuluş günü əlaqəli, onun üçün burada iştirak edə bilmədilər. Amma Cavad mənim buradadır, hamımız tanıyırıq, sıx əməkdaşlıq edir. Təbrik edirəm. Şəkil çəkirik. Azərbaycan Milli Elmlər Akademiyasının Milli Azərbaycan Tarix Muzeyində 2018-ci ilin birinci yarısında mədəni və ictimai tədbirlərin təşkil olunmasında göstərdiyi dəstəyə görə Ağdam rayonu 96 saylı Qaçqın Məktəbinin direktoru Xədani Nəzərova və nümayəndə qəbul edilsin məktəbin müəlliməsi, Fatma müəllimə. Bilirsiniz ki, büyük məktəblərdə buraxılışdır, ona görə direktorlarımız gələ bilmədi. Səbalı rayonun 6 saylı məktəb liseyin direktoru Gülşən xanım Orucova. Yəni, nümayəndə qəbul edilsin. Səbalı rayonun 7 saylı tam orta məktəbin direktoru Könül Qəsanova. Xətai rayonu 55 saylı tam orta məktəbin direktoru Sevinç Tahirovaya nümayəndə göndərir, nümayəndə qəbul edəsin. Azərbaycan Milli Elmlər Akademiyasının Milli Azərbaycan Tarix Muzeyində 2018-ci ilin birinci yarısında mədəni və ictimai tədbirlərin təşkil olunmasında fəal iştirakına görə Azərbaycan Dövlət Filarmoniyasının direktoru, gənclərə dəstək layihəsinin rəhbəri, xalq artisti Profesor Murad Abgözəlzadə, Kəmran Mətləsin tanıyır. Əməkdar artist pianoçu Nərgiz Əliyeva. Yəni, təbrik edirik sizi. Prezidentimiz Sərəcanı təbrik əməkdar tanılardır. Təbrik edirik Nərgiz xanım sizi. Əməkdar artist pianoçu Sihlana Əhmədova. Xanım da yeni alıb, adı. Səbalı rayonun 7 saylı tam orta məktəbin musiqi müəlliməsi Zərfə xanım Süleymanova. Buyurun Zərfə xanım. Gənclərə dəstək layihəsinin koordinatoru Ayla Kərimova Zəkəriyyə. Buyurun. Veil studiyası rəqs qrupunun koreografu Həsən Orucova. Deməli, Veil studiyası rəqs qrupunun
Teatrının bədii rəhbəri Vəfa xanım Hüseynova və Venuş Müddəsi də qışqırır uşaqlara. Səhnə hamısa Həsən müəllim üçün verir. Pianoçu Ayten Babayeva. Əksər pərdələrimizin iştirakçısı, işlərinin çoxluğuna baxmayaraq hər zaman bizə kömək edən Kamran Rızayeva. Qanun ifaçısı Natəvan Həsənova. Yeddi Sahil Texniki Humanitar Elmlər Liseyinin şagirdi Aydan Məmmədli. Səbahi rayonu 7 Sahil Tam Orta Məktəbin şagirdi Həsən Hüseynov. Azərbaycan Milli Elmlər Akademiyasının Milli Azərbaycan Tarix Muzeyinin 2018-ci ilin birinci yarısında fəaliyyətinin kütləvi informasiya vasitələrində işıqlandırılmasında fəal iştirakına görə Azərbaycan Milli Elmlər Akademiyasının əməkdaşı Kamran Bağırova. Kamran bütün vəzifələrini işin çoxluğuna baxmayaraq sərişlər. Bütün iştirakçılarımızı Bülbül adına Orta İxtisas Musiqi Məktəbinin şagirdi Tarzan Rəşid bəylərdir. Rəşid müziqidir. Beləliklə, hər birinizə təşəkkür edirik, qarşıdan gələn bayramlarınızı təbrik edirik. Qüsurlarınız vardısa ilk öncə sizdən üzr istəyirik, hamınızı təbrik edirik. Çox sağ olun ki, tərcihinizi iştirak